Esselamu Aleyküm değerli müşterilerimiz, Allah size bereket versin. Hal-hazırda Nefslər metrosu ərazisindəyik. Xanım müşterimiz bizdən 3-cü sifarişini edib və gətirmişik onun yaşadığı ünvana, öz istəyi ilə, xahişi ilə. Deməli, müşterimiz bizdən soyuq sola sıxılmış, Rusiyadan gəlmiş, rəfinə olunmamış, bu ilin istehsalı olan çətənə toxumunun yağını sifariş veribdi. Çətənə yağı deməli omega 3, omega 6 yağları ilə zəngindir. Ürək damar sistemi üçün çox faydalıdır. Dəri problemlərində, tənəffüs yolları xəstəliklərində, asma kimi və digər bu cür xəstəliklərdə həmçinin faydalıdır. Davamlı bu yağdan istifadə etmək kişilərdə cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur və prostat vəzi xəstəliyinin aradan qalxmasına həmçinin səbəb olur. Həmçinin xərçəng xəstələri, bəd xəstəli və xoş xəstəli kişilər zamanı da faydalıdır. Və bir də yeni bir faydasını özüm öyrəndim, eşitdim. Deməli, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün də faydalıdır. Yatmazdan öncə, 1 saat öncə bir qaşıq bu yağdan içsəniz, inşallah yuxunuz normaya düşər, inşallah rahatlaşarsınız. Allah sizə bərəkət versin.